Mən Gülşən İsmailova 298 saylı tam orta məktəbdə riyaziyyat fənni tədris edirəm. Tədris zamanı mövzularıma maraq oyatmaq üçün yeni təlim texnologiyalarından istifadə edirəm. Bugün biz 298 saylı məktəblə 164 saylı məktəb 5-ci siniflər arasında informasiya mübadiləsi keçirməyə qərar almışıq. Bu məqsədlə tam ədəddən kəsr ədədin çıxılması mövzusunu götürmüşük. Buyurun Zeyfran müəllimə, söz sizdədir. İndi isə sinif nümayəndələrimiz öz siniflərini təqdim etsinlər. Buyur, sənə. Mən 5B sinifinin sinif nümayəndəsi Həmidova Səidə öz sinifimizi təqdim etmək istəyirəm. Bizim sinifdə 25 şagird var. Onlardan 11-i qız, 14-ü oğlandır. Sizinlə açıq dərs keçirməyimizə çox şadıq. İndi isə lövhədən sualımızı verək. Məxrəcləri bərabər olan kəsirləri hansı qayda ilə çıxmaq lazımdır? Sizin sinifdən, xahiş edirəm, sizin sinifdən uşaq cavab verirsiniz, Zeyfran müəllimə. Afərin. İndi bir növbəti səhifəyə keçirəm. Uşaqlar, Əlinin 3 ədəd alması var idi. Dostu ondan bir almanın yarısını istədi. Əlidə nə qədər alma qalar? İndi bizim sinifdən Zeyfran müəllimə. Aytaç. 2 alma və 1 yarım. İndi Zeyfran müəllimə, biz də əyani olaraq göstərmək istəyirik. Qızım, kəs almanı. Ehtiyatda əli kəslər. Aha, köməkli. Qoy mən kəsin. İndi göstərək. Bunu qoyuruq. Aha. Göstəririk. Göstəririk ki, neçə alma qaldı qızım? 2 alma və 1 yarım. Aha, afərin, əyləş. Həqiqətən də gördük ki, 2 alma və 1 yarısı qaldı. İndi bu günləri biz tam ədəddən, kəsr ədədin çıxılmasının izahını veririk. Zeyfran müəllimə, dinamikin səsini alalım, zəhmət olmasa. Tam ədəddən kəsr ədədən çıxmaq 2 üsulla mümkündür. Birinci üsulun izahını vermək üçün 2-dən 3-də 2 kəsr ədədini çıxar. 2 çıxar 3-də 2 bərabərdir. 2-ni bir üstə gələk, bir şəklində yazılır. 1-dən 3-də 2-ni çıxar. Bir üzərində gələk, 3-də 3 çıxar, 3-də 2 bərabərdir. Bir üzərində gələk, 3-də 1 bərabərdir. İlk tapmışdır. Bu misalı maddə üzərində hesab etmək mümkündür. Bunun üçün 2 bərabər düzbucaqlı götürək. Hər birini vahid qəbul edək. Birinci düzbucaqlı olduğu kimi qalsın. İkinci düzbucaqlını 3 bərabər hissəyə bölək. Alınan hər bir düzbucaqlı
verilən düzbucaqlının 3də 1 hissəsini bildirir. İki hissəni, yəni 3də 2 hissəni çıxar. Nəticədə bir düzbucaqlı və digər düzbucaqlının 3də 1 hissəsi qalar. Qısa olaraq isə misalı belə də yazmaq olar. 2 çıxaq 3də 2 bərabərdir 1 tam 3də 3 çıxaq 3də 2 bərabərdir 1 tam 3də 1. Daha bir misal üzərində izah verək. 5 çıxaq 7də 4 bərabərdir 4 tam 7də 7 çıxaq 7də 4 bərabərdir 4 tam 7də 3. İkinci üsul izahını eyni misal üzərində verək. 2 çıxaq 3də 2 bərabərdir. Tam ədədin məxrəci vahid olduğunu bilirik. Kəsirləri ortaq məxrəcə gətirmək üçün azalanın sürətlə məxrəcini 3-ə vurmaq lazımdır. 3də 6 çıxaq 3də 2 bərabərdir 3də 4 bərabərdir 1 tam 3də 1 ədədini almış oluruq. Aha, mən ümidvaram ki, hamımız bu qaydanı başa düşdünüz. Eləmi uşaqlar? İndi çalışma həllə. Zevqa müəllimə, izahımız bitdi. Yəqin ki, uşaqlar başa düşdü. İndi informasiya mübadiləsi və çalışma həllinə keçək. Bugün dərsimiz adi kəsirlər üzərində vurğulandığı üçün birinci uşaqlarımız bir balaca düzgün kəsir, düzgün olmayan kəsir haqqında məlumatlar versinlər, suallar versinlər. Buyur, gələk. Gəl, Yaşar. Aha. Yaşar, sualımızı qoy gəlsin uşaq. Ekranı bir balaca siz yendirin. Okey, aha, tamam. Adi kəsir nəyə deyilir? Vahidin bir veya bir neçə bərabər hissəsinə adi kəsir deyilir. İndi oğlum, kızım sen sual ver. Düzgün olmayan kəsir nəyə deyilir? Bütün surəti məxrəcindən böyük və ya ona bərabər olan kəsirlər düzgün olmayan kəsirlər adlanır. İndi davam eləyək. Mədinə, sən gəl. Əyləş Yaşar. Aha, Mədinə, davam Hansı el. kəsirlər vahiddən kiçikdir? Düzgün olan kəsirlər vahiddən kiçik. Aha. İndi sen sual ver kızım. Razı kaldın mı? Aha. Sen sual ver. Hansı kəsirlər vahiddən böyük? Bütün düzgün olmayan kəsirlər vahiddən böyükdür. Bəs hansı kəsirlər? Surəti məxrəc. Yox, sen sual ver. Sen sual ver. Hansı kəsirlər vahidə bərabər? Vahidə bərabər olur. Hansı kəsirlər vahidə bərabərdir qızım? Surəti məxrəcinə bərabər olur. Aferin. Gəlsin lövhəyə. İndi bugün Elşən, Mircəlal, gəlin lövhədə düzgün olmayan kəsir və düzgün kəsirləri səbətə yerləşdirin. Aha. Lövhə görsənir. Aha, yerləşdir. Elşən əyləş, aferin. Yox. Aferin Mircəlal, əyləş.
Görürsünüzmü? Uşaqlar, hamı görür? Aha. Aha. Bəli, buyurun. Eşidirəm. Növbəti fərqi tapmağa başlayaqmı? Yeni dərsimizdən çalışma dinləməyə başlayaq. İndi sual da verək. Gəl, Elcan, sən lövhəyə misal həllinə gəl. Sual verməyə. Gəl. Aha, sən çalışmanı həllinə oğlum. Aha, sual ver kızım. Kəsim əsas xəstəsi Qoy. nə? Aha, bir sual verin. Bizdən sual verən vardı. Sualı ver, sən sualı ver. Kəsrin əsas xəstəsi nəyə deyilir? Kəsrin surət və məxrəc. Kəsrin əsas xəstəsi nəyə deyilir? Kəsrin surət və məxrəcini birdən fərqli olan eyni məqam əldə bərabər kəsrdə qalır. Razı qaldın mı? Mən orada birdən fərqli dedim. Olsun da. Mən Aha, razı. razı. Qızım sən sual ver. Məxrəcləri bərabər olan kəsrlər necə çıxır? Məxrəcləri bərabər olan kəsrləri çıxmaq üçün azalanın surətindən çıxanın Yazılacaq. surətinə çıxıb, surətdə yazılıb, məxrəcdə olduğu kimi qalır. Razı qaldın mı? Bəli. Aha, əyləşin. İndi lövhəyə baxaq görək. Elcan neynədir? Sizdə də lövhəyə baxaq. İndi cavabı yoxlayaq mı? Cavabı yoxla. Afərin Elcan. Əyləş. Əyləş. Növbəti sual və növbəti çalışmamıza keçirik. Növbəti suala gəlir Səydən. Hər faktdan bir çıxıyor sonra, video tabiri. Düzgün olmayan kəsrdən qarşı ədədə necə keçmək olar? Ucadan. Qarşı tərəfə keçmək üçün Çalışma həllinə gəl. Əgər qalın varsa surətdə, məxrəcdə isə olduğu kimi qalır. Hə. İndi sən sual ver oğlum. Qarşı tərəfdən düzgün olmayan kəsrə necə keçmək olar? Tam məxrəcə vurulur, üzərinə surət əlavə edilib, surətdə yazılır, məxrəc isə olduğu kimi qalır. Aha. Razı qaldın mı? Aha, əyləşin. Çalışmamıza baxarıq. Cavabımızı yoxla. Afərin. Biraz səliqəli yazmaq lazımdır. Yazı fikir ver. Yaxşı bundan sonra. Əyləş. Növbəti çalışmamıza və suala, növbəti buradan Xədicə, Hüseyin, gəl çalışmaya. Afərin. Aha, sən. Siz qeyd eləyin. Qeyd eləyin çalışmaları dəftərinizdə. Dəftərinizdə qeyd eləyin. Məxrəclər bərabər olan kəsrdən necə müqayisə etmək lazımdır? Aha, baxın, çalışmalara qeyd eləyin. Öykünü saxlayın. Çünki kitab bu dəqiqə lazım deyil. Kitabı öykünü saxlayın. Gündəliklər stolun üstündə, nəzərdə stolun üstündə. Aha. Baha. Budur. Verdi sualı. Razı qaldı mı? Sən də verdin cavab. Aha. Qarşı tərəfdən düzgün olmayan kəsrə necə keçmək olar? Tam ərədə məxrəcə vurub, üzərinə surət əlavə edilib.
Təkrar sual verirlər. Məxrəci isə olduğu kimi yerinə yazılır. Aha. Uşaqlar çalışın təkrar suallar verməyin. Çalışın təkrar sual verməyin. Əyləş qızım. Çalışmalarımıza baxaq. Cavabı yoxla. Afərin Hüseyn. Əyləş oğlum. Növbəti suala gəlirik. Və çalışma həllinə. Gəl, Elgün. Zeynəb, gəl. Aha, sən Elgün, çalışma, hansı biriniz çalışma verir? Get çalışmaya. Get çalışmaya. Aha. Sual verin. Mədədlər mənə deyilir. Aha, başlayalım. Qarşı qədər tam və kəsr hissədən ibarət olan ədədləri qarşı ədədlər deyilir. 3 tam. Aha. Sayı bəyə deyilir. 3 tam. Nə? Kəsrin sayı bəyə 3 deyilir. tam. Neçə? Vahidi birdən fərqli eyni naturalda da bölünməsinə kəsr sayı. 11'də 6. Düzdür. Aha, bərabərdir. Neçə tam? 2 tam. 5. Cavabı yoxlayaq qızım. Aha, lövhədə baxağın, cavabı yoxlayalım. 2 tam 11'də 5. Aha. Afərin, əyləş Zeynəb. Aha. Növbəti suala keçirik və çalışma fikrinə. Məsələ həllimizdir. Kim həll eləyər? Gəl qızım, adın nə oldu? Gəl. Emira gəl. Sual kim? Emira, sən gəl. Qızlar, sən məsələni həll edər. Aha. Gözlə, mənimlə söz yoxlarsın. Orada problem vardı, izah verdi müəllimə. Aha. Növbəti suala, növbəti məsələ həllinə keçirik. Uşaqlar, yerinizdə məsələni həll eləyin. Görək, Rızayeva düz eləyirmi? Baxalım. Hamı fikirləşdi məsələni. Oxuyun. Aha, gəlin. Qarşı ədədləri hansı qayda ilə toplamaq lazımdır? Qarşı ədədləri hansı qayda ilə toplamaq lazımdır? Razı qaldın. Aha, indi sən oğlum, sən sual ver. İkidir, tam və ardıcıl. Hə. Razı qaldın mı? Aha, əyləşək. Məsələn, bu itənə qədər bir sual da verə bilərik uşaqlar. Kim sual vermək istəyir? Gəlsin. Məsələ qutarana qədər bir uşaq da sualı yaxınlaşsın. Aha. Azalanın kəsir hissəsi sıxılanın kəsir hissəsindən kiçik olduğu halda hansı əməl yerinə yetirilir? Sondan bir ibarət verilir kəsrə, sonra isə sıxılanı həll edilir. Razı qaldın mı? İndi sən sual ver. Sürətləri bərabər olan kəsrlərdən müqayisə edilir. Surətləri bərabər olan kəsirləri müqayisə edərkən məxrəci kiçik olan kəsir böyük, böyük olan kəsir isə kiçik. Bu neçəsə? 1. Aha. Silgi nəsələr? Gözlə. Aha. Görür verirəm. Aha, davam elə. Hə? Cavab verdin. Razı qaldın mı qızım? Aha, əyləşin, afərin. Bir sual da verəyim. Bir sualdan kim verər? Gəlsin. Gəl, sual ver.
Bir sual da bilək və bizim uşaq qutarsın. Hə, bir, sonra birdən çıxırsan, 5-də üçünür. Hatta 1 çıxaq 5-də 3. Sual bir. Düzgün olmayan kəsrdən qarşı qədəsənəsi Değildi də. Deyil. Başqa sual verə bilərsən mi? Başqa sual verir. Kəsir ixtisarında nədən istifadə olunur? Yaxınlaş ucadan denən. Kəsir ixtisarında nədən istifadə olunur? Kəsirin ixtisarında hansı əlamətlə istifadə olunur? Bölmə əlamətlərindən. Sən sual verə bilərsənmi? Məxrəcləri bərabər olan kəsrləri necə toplanır? Məxrəcləri bərabər olan kəsirləri toplamaq üçün 5-də 1. surətləri toplayıb surətdə azalan surətdən Məsələ həll edəcəksən. azalan surətinlə 5-də çıxan surətini toplayırıq surətə yazırıq. Bərabərdə neçə? Güzdelim Ali. 5-də. Aferin Ələm. Məsələni yoxlayalım. Cavaba çağın. Yoxla. 5-də 2 kilogram badam qaldı. Hə, çətinlikdən həll edədin. Hə, yanaşdırmadım sənə qızım. Əyləş. Əyləş. Çətinlikdən həll edədin. Növbəti sualımıza məsələni qeyd eləyin. Qeyd eləyin. Eləmiş. Aha. Növbəti səhifəyə keçəkmi? Keçər. Qeyd elədiniz. Bəli. Növbəti məsələmizə və sualımıza. Səma, məsələyə qızım, gəl. Sual cavabını iştirak etmək üçün. Gəl. Bəli, sual. Gəlir, uşaq gəlir. Aha. Çətir kəsir var. Çətir kəsir var. Neçə cür kəsir var? Adi kəsirlər neçə cür olur? Keçdikdə sual. Başqa sual verə bilərsənmi? Kəsir düzgün olmayan kəsir. Bana orada 2 cürddən ixtisar. Sən ixtisar vermək istəyirsən? Aha. Deyirəm, sualı ver onda, təzədən sual ver. Çətir ixtisar olunan kəsir var. İxtisar kəsir var. Yaxşı. Mən sual verim. İxtisar olunandan sonra kəsir hansı şəkilə düşür? Hansı şəkil alırsın? Sadə kəsir. Sadə kəsir. Sadə kəsir hansı kəsirə deyilir? Sadə kəsir hansı kəsirə deyilir? Düzgün olunmayan kəsir. Yəni Sağ olunmayın. Afərin oğlum. Əyləş. Zərf olsun. Daha sonra kim sual verər? Suala. Gəzinlər. Təşəkkürsünüz. Çoxlu suallarınız var dərsinizə aid. Aha, qoy gəlsin şoura. Məsələ haqqında fikirləşin. Sual verənimiz var. Orada özünü görürsən mi? Aha. Qoşaq gəlsin. Bu nə cür kəsirdir? İxtisar olunan. Aha. Yox. 2-də. Aha. Cavabımız nə qədər oldu? 1 metrdən nə qədər azdır? Neyərik? 1-dən çıxarıb, 2-də veririk. Əlavə yazırıq. Gəl onu belə rəngi dəyiş, qızım. Seçilsin. Aha, yaz. 1-dən çıxar, 2-də 1. Aha, bizim uşağımız burada durub sizə sual verməyə.